Ummu Əbiha, atasının anası. Son nəbinin sonuncu gülü Həzrət Fatimə. Bir cümə günü dünyamızı şərəfləndirdi. O da məsum doğuldu, məsum həyat yaşadı. İslam aləmində mənəviyyat və təqva məktəbinin müstəsna tələbəsi oldu. Heç kimi məsum olmadığı üçün qınamadı. Şərtlər nə olursa olsun, mücadiləsindən və dəvətindən əl çəkmədi. Ümmətin anası olmaq, peyğəmbər qızı kimi davranmaq onun şəninə yazılıb. Bu dəyişməz bir həqiqətdir. Baxışlar fərqli olsa da. İki cahan sərvəri bu dəyişməz həqiqəti vəhyin dili ilə bəyan edir. Allahım, şahid ol ki, bunlar mənim əhl-i beytimdir. Allah Rəsulunun zövcələrindən biri Ummu Sələməni xatırlayın. Onun evində olarkən Həzrət Əlini, Həzrət Fatiməni, Həzrət Həsəni, Həzrət Hüseyni bir əbanın altında topladı və dua etdi. Bu zaman mübarək anamız Ummu Sələmə dedi: Ya Rəsulallah, bəs mən? Nəbilər nəbisinin cavabı: sən xeyir içindəsən, oldu. Yəni məqamın alidir, dəyərin ucadır. Lakin əba əhlindən deyilsən. Fatimə anamız Peyğəmbərimizin 4-cü qızıdır. Məkkədə 605-ci ildə dünyaya göz açdı. İlahi sevginin cahana yayıldığı evdə böyüdü. Elə bir ev ki, küfür və şirkin qaynaqlarını əridirdi. Elə bir sevgi ki, kini yox edirdi. Elə bir ruh ki, insanlığı qardaşlığa çağırırdı. Fatimə gözəl əxlaqın kölgəsində ərşin qoxusunu daşıyan belə bir ailədə yetişirdi. Xədicətül Kübra kimi anası və fəxri kainat kimi də atası vardı. Fiziki olaraq zəif cüssəli, ancaq ruh baxımından böyükdür anamız. Yaşından o qədər uca bir ədəbə sahibdir ki, əli qələm tutanlar, minbərə çıxan xətiblər 1400 ildir onun nəcibliyindən danışır və yazır. Ancaq hər müəllif sonda Fatimə ruhunu anlada bilmədiyini etiraf edir. Burada unutmayaq ki, anamızın yaşadığı toplumda qız uşaqları ən ağır həqarətlərə məruz qalırdılar. Onları diri-diri quyulara atıb bastırırdılar. Ərəblər cahiliyyə zehniyyətinin pəncəsi altında inləyən bir qövm idi. Lakin anamız İslamın doğuluşu ilə doğuldu. Vəhy enərkən 4-5 yaşlarındaydı. Peyğəmbər ata kimi onu o qədər təqdir edirdi ki, uşaqlığın belə ən ali hisslərini yaşayırdı. Kiçik vücuduna böyük məna, zərif bədəninə dərin ruhaniyyət bəxş edilirdi. Allah öz Həbibini sevdiyi kimi onun sevdiklərini də sevirdi. Bax, anamızın həqq qatındakı dəyərini burada axtarmaq lazımdır. Sir, hikmət, təqva və şəfqət kimi dəyərlər onun dünyasına hədiyyə edilirdi. Bizim ömür boyu bir dəfə röyada belə görə, xəyallar aləmində təsəvvür edə bilmədiyimiz bir insanın, Peyğəmbərimizin tərbiyəsini alırdı anamız. Fədakarlıq, ülfət, ismət, ibadət onun yaşadığı evdə təlim edilirdi. Peyğəmbər qızları 4 bacı idilər. Əslində onların hər biri bu dərin irfan məktəbinin şagirdləri olmaq şərəfinə yüksəlmişdir. Şanları uca, şəstləri ali idi. Ancaq Fatimə ilə bağlı Rəbbani plan fərqli idi. Yaradan bu xanım vasitəsilə bir nəsli var edəcəkdi. İmamət və vilayət bu çeşmənin suyunu içəcəkdi. Bütün vəlilər ona anamız deyə xitab edəcəkdilər. Bəli, Fatimətüs Zəhra xanım Qüreyşin zülmlərini bir-bir görür, təhdid və işgəncələrini hiss edirdi. Bir ovuc müsəlmana kafirləri necə sitəm etdiyini də bilirdi. Ahları, ərşə yüksələn nalələri eşidirdi. Peyğəmbər səhabələrinin qardaş kimi nəfəs-nəfəsə bir-birini qorumağa çalışdıqlarını müşahidə edirdi. Ömrünün baharında atasına edilən həqarətləri, İslama vurulan zərbələri anlayırdı. Bütün bu dəhşətli hadisələr onu çox incidirdi. Baskılar, qadağalar, əzab və cəfalar onun dünyasında dərdə dönürdü.
Ancaq can Peyğəmbəri Fatiməsinin alnından öpür, haqqın qalib gələcəyini söyləyirdi. Mübarək anamız nur topu kimi sevincini də biruzə verirdi. Qədərin imtahanları getdikcə artırdı. İndi isə növbə ana imtahanına gəlmişdi. 620-ci il olurdu. 15-16 yaşlarında gənc Zəhra Xədicə kimi ananı axirətə yola salmalı idi. Hər dərdə dözmək olardı, lakin ana dərdi başqadır. Xədicə xanım da az yaşlı Fatiməsindən ayrılmaq istəməzdi. Qıymazdı ki, o ağlasın, kədərlənsin. Hüznü, dərdi, anasız qalmağı ona rəva görməzdi. Qızının toyunu görmək, qızına gəlinlik geyindirmək onun arzularından biri idi. Ömrün baharındakı bu fırtınaya bənzər hadisəni də Əhl-i Beytin anası yaşamalı oldu. Dirəndi, səbr etdi, dözdü və anasız yaşamağa öyrəşirdi ki, hicrət başladı. İndi də vətənsiz qalmağı, didərginliyi, günlərlə səhralarda yol getməyi və məşəqqətləri yaşamalı oldu. Mühacir olmaq da varmış taleyində. 622-ci ildə bütün müsəlmanlar yurd yuvalarını tərk edərək Mədinəyə üz tutdular. Hicrət sona çatdı, lakin nə əzablar, nə işgəncələr, nə də ki zülmlər sona çatdı. Şeytan yenə də meydanda gəzir, işıq evlərini, nur yuvalarını peşman etməyə çalışırdı. Yenə də ən ağır imtahanları Peyğəmbərin ən yaxınları və ən sadiq dostları verirdi. Artıq hicrətin 2-ci ili idi. İslam mədəniyyəti qurulmuşdu. Müsəlmanlar getdikcə güclənirdilər. Düşmən baskıları da 1-ə 1000 artırdı. Hadisələr isə hər gün İslamın xeyrinə xidmət edirdi. Ummu Əbihə ləqəbini də haqq etmiş mübarək anamızın ailə qurma yaşı çatmışdı. Elə ona görə də hər gün qapı döyülür, Fatimə üçün namizədlər, elçilər gəlirdi. Hamı istəyirdi ki, Fatimə kimi bir xanımı, uşaqlarının anası, həyat yoldaşı olsun. Yer üzünün ən nəcib xəzinəsinə sahib olsun. Məkkədə istirablar çəkmiş səhabələr arasından evlənmək istəyən gənc igidlərin böyükləri ədəblə Rəsula yaxınlaşır və istəklərini ifadə edirdilər. Lakin birisi vardı ki, sükut edirdi və həyasından tərpənmək istəmirdi. Hər gələn elçiyə yox deyilirdi. Çünki Fatiməyə kəbin səmalarda kəsiləcəkdi. Onun yarı da fərqli bir insan olmalı idi. Əli hələ Heydər-i Kərrar, Əsədullah, Əbu Turab kimi ləqəblərini almamışdı. Ya Əli, sən nə üçün elçi göndərmirsən? Bir səhabə soruşurdu ondan. 24 yaşlı Əli evlənməli, ailə qurmalı idi. Bunun üçün ilk addımda Gül Peyğəmbərin ən dəyərli gülünə üz tutmalı idi. Rəbbin ilhamı ilə elmin qapısı elmin şəhərinə yönəldi. Gəlişinin məqsədi isə Fatimə ilə bağlı idi. Tam üz-üzə gəlib Həbibullahın gözlərinin içinə baxaraq Fatiməni istədiyini dilə gətirməli idi. Sükutun intiqamı nə qədər ağır olsa da danışmalı idi Əli. Gözlər yerdə, baş aşağı, hüzurdadır Əli. Ən dəyərli inci üçün gəlib, yarına, Fatiməsinə qovuşmaq istəyir. Alıb verdiyi nəfəsi belə zikr edən, dodaqları Allah rizası üçün açılan Əli. Hələ 10 yaşındaykən əlini qaldırıb, "Ya Rəsulallah, mən sənə yardım edərəm" demişdi. Onda Məkkə əhli onu tanımışdı. Rəsul Qureyşliləri ziyafətə çağırıb, İslama dəvət edərək onlardan dəstək istəmişdi. Hamı məsxərə edir, kin qusurdu. Ancaq Əlinin əli dəstək üçün qalxmışdı. "Mən, ya Rəsulallah" deyirdi. Hamı bu güclü səsin cazibəsində qalmışdı. Boylandılar, döndülər, balaca bir igid gördülər. Bəli, həmin gündən davasına sadiq qaldı. Əzhabla çiyin-çiyinə İslamın yükünü daşıdı. Ən şərəfli yükün altına girməyi bacardı. İndi isə şəxsi üçün gəlmişdi. Nəbilər nəbisinin bağçasına. Uşaqlığı da o bağçada keçmişdi. Orada böyüyüb, orada əli olmuşdu. Ancaq heç zaman başını qaldırıb o gülə izinsiz baxmamışdı. Onun baxışları icazəsiz yerdə gəzib dolaşmazdı. Əzaları yalnız və yalnız Allaha və Rəsuluna xidmət edirdi.
Yaradan onu bu ali xidmət üçün var etmişdi. Ya Əli, niyə susmusan? Sualı Həbibullah verir. Bu zaman mənəvi və ruhani məclis qurulur. Hənin alınmasını yazmaq üçün mələklər də gəlmişdi. Həzrət Məryəmin, Həzrət Asiyanın, Həzrət Xədicənin izinli ruhaniyyətləri də bu məclisdə idi. Rəbbimizin izni ilə Əli danışmalı və istəyini bildirməli idi. Dil sussa da könül susmazdı. Bir anlıq başını qaldırdı. Həyasından və həyəcanından qəlbi titrəyirdi. Necə desin ki, ya Rəsul, ciyərini, qəlbinin parçasını istəyirəm. Əmanətə görə gəlmişəm, ey Nəbi. Qəlbinin meyvəsini almağa gəlmişəm. Bəli, Nəbi və vəlilik söhbəti belədir. Xitabət elə bir tərzdə edilir ki, bu söhbəti ruh dilini bilənlər anlayır. Fatimə haqqında Allahın əmrini gözləyirəm demişdi Rəsul. Öncədən Həzrət Əbu Bəkrə, Həzrət Ömərə söylənilən söz bugün Əliyə deyilmir. Deyəsən Allahın əmri üçün Allahın vəlisi gəlmişdir. Cahanda ən xoşbəxt ailənin təməli qurulmalı idi. Məclisin sahibi Rəbbimizdir. Görünməyən qonaqları görünən məclisə şahid edəcəkdir. Bəs Fatimə anamız hardaydı? Əlinin gəlişi onun dünyasında necə qarşılanırdı? Hələ imam suala həyası ilə cavab verirdi. Bəs Fatimə Tüz Zəhra nə deyəcək? Deyəsən imam ilk cümlələri qurur. Anam, atam sənə fəda olsun. Sənin bərəkətinlə sirata yönəldik. Hidayətə qovuşduq. Həyat sərmayəmiz sənsən. Elmin qapısı anladır. Bu yerdə Nəbi araya girir. Ya Əli, Fatimə üçünmü gəlmisən? Ərşin mələklərinin sezə biləcəyi tərzdə bəli dedi. Nəbi gülümsədi. Sonra əlavə etdi. Ancaq Fatimədən də soruşmalıyam. Gərginliklərə son qoyulur. Mədinə şəhəri sevinirdi. Səhabə sevinir. Hər kəs fərəhlənirdi. 16-17 yaşlarında zəkası, elmi, irfanı zirvələrdə olan bir gül. Ata qızını çağırır. Bugün təklif gəlib, bugün Əli gəlib. Bugün elm şəhərinə elmin əsl əhli gəlib. Qızım Fatimə, Əli sənin üçün gəlib. Nə deyirsən? Sustu gülün bir parçası. Rəsulun ciyər parası. O qədər ismətlidir, o qədər ədəblidir ki, atasının gözlərinə belə baxa bilmədi. Axı o atasının anası idi. Məkkədə olduğu vaxt bu ləqəbə müyəssər olmuşdu. İndi isə Mədinədə İslamın yayılmasında müstəsna rol oynayan anamız var. Əli onun üçün gəlib, onunla ailə qurmaq istəyir. Xəbəri də başqası deyil. Xədicə anamız deyil, məhz Rəsul söyləyir. Ata ilə qız üz-üzə qaldılar. Sustu anamız, sustu. Sadəcə həya dilini işə saldı. Könlündəki yer Əliyə aid idi. Bu yerin aliliyini və qüdsiliyini göstərdi Nəbiyə. Bəli, Nəbi bu cavabla döndü məclisə. Məclisdə onlarca səhabə var idi. Görəsən Əliyə Peyğəmbər evindən hansı cavab veriləcək? Rəsul Fatimənin cavabını Əliyə çatdırdı. Hə verildi. Mehriyə işləri başlamışdı ki, yeni bir imtahanla qarşılaşdılar. Hə verildikdən yalnız 14 gün keçmişdi. Bədir savaşı başladı. İman və küfür ordusu ilk dəfə qarşı-qarşıya gəldi. O günün savaş tələbi fərqli idi. Kafir tərəf 3 igid istədi. Rəsul Bədrin aslanlarından Həzrət Həmzə, Həzrət Übeydə və Həzrət Əlini seçdi. Çox düşündürücüdür, deyilmi? Nəbi 14 gün bundan qabaq həsini verdiyi qızının nişanlısını şəhadət meydanına çağırdı. Onu ölümlə üz-üzə qoydu. İslamı anlamaq üçün Peyğəmbər sünnəsinə baxılmalıdır. Bəli, Bədirdə qəhrəmanlıqlar göstərildi. Allahın aslanları düşmənə layiq olduğu ilk dərsi verdilər. İmam da cəsarət göstərdi. Önündəkini cəhənnəmə göndərdi. Savaş bitdi.
Mədinə Peyğəmbər ordusunu təbrik etdi. İslamın bayrağı şəst ilə dalğalanmağa başladı. Lakin yenə də imtahan. Bu dəfəki imtahan anamızın bacısı Həzrət Ruqiyyə ilə əlaqəli idi. Bacısı vəfat edəcək, göz yaşları mübarək yanaqlarından axacaqdı. Həzrət Ruqiyyə Həzrət Osmanın həyat yoldaşı idi. Qazanılmış zəfər hüznə qarışmışdı. Dəfn işləri başa çatdı. Üzərindən 1-2 həftə keçəndən sonra evlilik baş tutdu. İki sevdalı bir-birinə qovuşdu. Kainat sarayının bütün gözəllikləri bu evin əsərinə çevrildi. Nəbi də özünə məxsus duasını etdi. Ey Rəbbim, Fatimə zürriyyətini şeytanın şərindən qoru. Anamız bu evdə 9 il gəlin olacaq. İmamların sərvəri və vəlilərin sultanı ilə bir ailədə yaşayacaq. Ona zövcəlik etmək vəzifəsini layiqincə yerinə yetirəcəkdi. İllər keçdi, artıq Fatimə anamızın 2 qızı, 3 oğlu vardı. Oğlanlar Həsən, Hüseyin və Muhsin, qızlar isə Zeynəb və Ümmü Gülsüm idi. Həm ev işləri, həm də İslamın dəvət əmrləri yerinə yetirilirdi. Tarix 632-ci ili göstərirdi. Məkkə fəth olunmuşdu. İslamın bayrağı küfrün belinə sancılmışdı. Allahu Ekber, Allahu Ekber. Bütlər Kəbədən sındırılaraq çıxarılmışdı. İqra ilə başlayan din Əkməltu ləkum dinikum ayəsi ilə sonlanmışdı. Artıq Nəbinin uca dosta qovuşduğu zaman gəlib çatmışdı. 63 yaşlı Nəbi Həzrət Mühəmməd Rəhmana hicrətini əshabına və sevənlərinə açıqlamalı idi. Onlardan biri də Fatiməsi idi. Hüzün dolu gözləri ilə baxıb, canı kimi sevdiyi qızına nə isə pıçıldadı. Öncə kövrəltdi anamızı, göynətdi qəlbini. Sonra isə nur üzünə təbəssüm gəldi. Sən demə yenə də imtahan davam edəcəkmiş. Rəsullar Rəsulu qızına, son incisinə mən köçüb gedirəm. Lakin mənə ilk qovuşan da sən olacaqsın, demişdi. Kainatın fəxrinin vəfatından 6 ay keçmişdi. Mədinə şəhəri hələ də matəm havasında idi. İndi isə anamızın ölüm xəbəri yayılacaqdı. Mədinə, ey Mədinə, nə böyük hadisələrə şahid oldun. Bu dərdə necə dözdün? Həsənlər, Hüseynlər anasız qalacaq. İmam Əli könül sirdaşından ayrılacaqdı. Onun ən yaxını, ən əzizi uzaqlara gedəcəkdi. Sonda bir istəyi var idi anamızın. Ya Əli, məni gecə vaxtı dəfn edin. İstəməzdim ki, yad insanlar qarşısında belə görünüm. Ölüm halını, naməhrəmlər önündə uzanıqlı qalmağı özünə yaraşdırmadı. Bəqi qəbristanlığında bir yer seçildi və cənnət qadınlarının seyyidəsi orada dəfn olundu. Lakin ömründən sonra qoyub getdiyi minlərlə dəyər ümmətə əmanət edildi. Namazdakı Fatimə-i Zəhra təsbihatı, zöhd, təqva, təfsir, hədis kimi elmi sahələrə qədər yüzlərlə qaynağı göstərmək olar. Allah ruhunu şad, şəfayətini də sevənlərinə nəsib etsin.